Və biz bilirik ki, intensivlik xətləri həmişə hardan hara çəkilir? Müsbətdən mənfiyə. Əla, müsbətdən mənfiyə. Yaxşı, bu sahədə hərəkət edən zərrəcik bizdə kimdir? Proton. Proton. İndi baxın görün, özü hardan gedir. Və biz bilirik ki, intensivlik xətləri istiqamət getdikdən potensial neyinir? Azalır. Azalır. Onda belə çıxır ki, 20 təxminən bu nöqtəyə düşür, 5 də düşür bu nöqtəyə. Təxminən də belə deyək. Aha, indi bu proton deyir ki, 20-dən 5-ə gedir. Deməli, belə gedir. İstiqamətini də təyin elədik. Azalır da, 15 azalır. İndi bizə dəqiq. Bizə deyir ki, kinetik necə dəyişir? Baxın, sol tərəfdə müsbət, yükümüz də müsbət. Müsbəti neyinir? Yox, itəliyir da. Burada potensial azalırsa, deməli, kinetik artır da. Afərin. Kinetik deməli neyinəcək? Onda 15 artacaq da kinetik. Çünki azalır 15 potensial. D var Aha. 15 elektron volt artar tamamilə doğrudur. Bunu da hardan bildik? A bərabərdir. QU düsturundan və yaxud da QF düsturuna yazırsan. Q'nun yerinə Y yazırsan. Delta fi'miz nə qədər eləyəcək? 20 minus 5. Çünki U bərabərdir delta fi'yə. Bu eləyəcək 15. Vurulsun. Q'nu də yenə yazsam 15 elektron volt. Deməli 15 elektron volt neyləmiş olacaq? Artmış olar. Tamamilə doğru. Gəlirik 5-ci suala. Bir şəkildəki dövrədə ampermetrin göstərişi nə qədər olar? Və biz bilirik ki, belə dövrədə, yəni belə EHG olan dövrələr olur tam dövrə. Tam dövrə. Tam dövrələrdə cəryan şiddətinin düsturu necə olur? Epsilon bölünsün R sırasında. Aha. Bircə dəqiqə mən planşeti çevirim. Davam edir. Görə bilirsiniz inşallah belə. Bəli. Əla. Deməli, I bərabər deyirsən, epsilon bölünsün, R plus R, düzdürmü? Bəli. Əla. İndi davam edirik. İndi epsilon nə qədər götürməliyim mən burada? Bu ardıcıl paralel birləşməkdə, paralel birləşmədə 30-dur da. 30. 30-un birini götürsən, bəli. Paralel birləşmədə, əgər ardıcıl olsaydı, düz qoşulmuş olsaydı 60 olardı. 60 daha doğrusu. 60 ola bilərdi, və yaxud da 0 ola bilərdi. Amma paraleldə bir dənəsini götürsən bəs eləyir. Olur 30. Yaxşı, keçirəm ümumi müqavimət. Burada isə amma müqavimətlərdə öcə baxırsan. Bu 4 ilə bu 4 bir-birinə necə qoşulub? Paralel. Paralel. Onda 2R ümumi nə qədərdir? Bax, 2. Bəli, 4 bölünsün 2. Gözəl. 2 yerin yerinə yazdım 2. Bəs böyük yerimiz nə qədərdir? 3. Nisbət eləyəcək 5 amper. 6 amper. 6 amper. Cavab olacaq B var. Davam edirik. Deyir, elektromaqnit rəqslərinin tezliyini 3 dəfə artırdıqda şüalanma selinin sıxlığı. Ümumiyyətlə, şüalanma selinin sıxlığı düsnətərdir. I bərabərdir. P bölü S. P bölünsün S. Sonra bu P burada güc idi. S də sferik sahədir. Sonra mən burada gücü enerjini əvəz eləsəm, yazacaqdım W bölünsün T, vurulsun S. Və biz buradan görürük ki, I-dir, P-dir və W-dir. Bunlar bir-birinə necə asılıdır? Düz asılıdır, düzdürmü? Və bu mövzuda biz qeyd yazdırırıq ki, qeyd. Demişdik ki, şüalanma selinin sıxlığı, güc və enerji. Hər biri tezliyin 4-cü dərəcəsinə necə mütənasibdir? Düz mütənasib. Və buradan düsturdan çıxmır ha, bax o. Sadəcə qeyd kimi yazdırmışam mən onu dəstə. Düz mütənasibdir. Aha. Onda belə çıxır ki, əgər biz tezliyi 3 dəfə artırsaq, 81. Onda I neçə dəfə artacaq? 81. 81 dəfə artmış olar. Sonra səpdi linzanın cisim məsafəsi 2 dəfə artarsa, optik qüvvə necə dəyişir? Kimsə deyə bilər bunun cavabını? Aslı deyil. Aha. Hansı məntiqlə yanaşa bilərik ki, aslı olmaz? Optik qüvvənin üstü nətərdir bizdə? D bərabər F. Aha. 1 bölünsün. 1 bölünsün F. Üstə gəlmiş 1 bölü D. Yox. İndi o, sən bu düsturu davam eləyə bilərsən əslində. 1 bölü D plus 1 bölü F yaza bilərsən. Yəni 1 bölü F-in yerinə yaza bilərsən. Amma bu bizə kifayət edir. Buradakı F nədir? F bizdə bilirik ki, fokus məsafəsi, düzdürmü? Fokus məsafəsi nədən asılıdır uşaqlar? Kim deyə bilər? Fokus məsafəsi. Əyri radiusundan. Tam doğru. Yəni belə çıxır ki, əyri radiusu ümumiləşdirsək, linzanın ölçüsündən
Birinci, linzanın həndəsi ölçülərindən və bir də uşaqlar düşən işığın rəngindən. İnşallah bunu da sizə əlavə izah edərəm. Amma bir mənalı şəkildə yadda saxlayın ki, fokus məsafəsi linzanın özündən mütləq və mütləq asılıdır. Biri var ki, bu boyda linza götürəsən. Biri var daha böyük linza götürəsən. Və yaxud da səhvici linza olsun. Səhvici linzanın da şəkli bu formada olacaq da, düzdürmü? Yəni burada ancaq və ancaq ölçü önəmlidir. Həndəsi ölçü. Yəni başqa bir şey önəmli deyil. Sən ora cisimi yaxın qoya bilərsən, uzaq qoya bilərsən. Yəni sən cisim məsafəsi artıb azaltdıqdan fokus məsafəsini dəyişmirsən ki, düzdürmü? Fokus məsafəsini dəyişə bilərsən sən, xeyr. Sənin üçün konkret qiymət verir ki, fokus məsafəsi budur. Cismi qoy, xəyalını qur. Deməli, sən cisim məsafəsini artıb azaltsan da belə, fokus məsafəsi sabit qalır həmişə. Ta ki, o vaxta qədər ki, sən linzanı dəyişənə qədər. Onda belə çıxır ki, fokus məsafəsi dəyişmirsə, optik qüvvə dəyişə bilər? Xeyr. Cavab olacaq, dəyişməz. Deməli, Y variantı. Davam edirik, atom fizikasını keçək. 9-cu sual. Deyir ki, sürtünmə qüvvəsinin nəzərə alınmadığı. Deməli, biz bilirik ki, burada F sürtünmə bərabərdir 0 olacaq. Bunu qoyuram kənara. Deyir, 5 kiloqram kütləli cismə şəkildəki kimi F qüvvəsi təsir edir. Sürət zaman qrafikinə əsasən qüvvənin qiymətini hesablayaq. Aha. Baxıram sürət zaman qrafikinə. Sürət zaman qrafikindən görürük ki, necə hərəkət edir, yeniləşən hərəkət edir. Və buradan tədid tapa bilərik biz. 4. Aha, A bərabərdir. Delta V bölünsün T düsturundan. Cavab olacaq 8 bölünsün ki, 4. Nə gözəl. İndi yaxşı. Yaza bilərsiniz ki, belə. F bərabərdir MA. 5 vurulsun 4, cavab elədi 20. Sizcə belə yazacağıq biz bunu? Yox, kosinus 60 da vardı. Yaşa. Bunu ancaq dartan qüvvəsinə baxacaqsan. Bax, dartan qüvvə. Dartan qüvvə bizdə nədir? F kosinus alfa. Onda belə çıxır ki, F kosinus alfa özü bərabərdir MA-ya. Bax, F-in hamısı dartmır ha. Bax, diqqətli olacaqsınız. Onda belə çıxır ki, F-i tapmaq istəsəm nə olacaq? MA bölünsün kosinus alfa. Kosinus 2-də 1-dir. Bəli, 20 bölünsün 2-də 1. 40 eləyəcəkdir. Afərin. Tamamilə doğrudur. Yəni, diqqətsizlik eləyib birbaşa MA-da yerinə qoyub 20-ni yazmırsınız. Baxırsınız ki, bu cismi dartan kimdir? F kosinus alfa. Yerinə qoy, hesabla. Növbəti sual elektrik sayəsində, demin ikinci hissəsinin birinci mövzusuna aid olmuş sualdır. Deyir, Q yükünü hansı vəziyyətə yerləşdirmək lazımdır ki, ona təsirli əvəzləyici qüvvə 0-a bərabər olsun. Bir saniyə siz ki, cavabı fikirləşin, davam edək. Təxmini cavabı olan varmı? Beş nöqtəsində mi? 5 nöqtəsi. Ola bilər. Gəlin, birlikdə işləyək. Deyir ki, nöqtəvi Q yükünü hansı nöqtədə yerləşdirdikdə əvəzləyici qüvvə 0. Baxırsan, bu da müsbət yük, bu mənfi yük. Bizə verilən yük də müsbətdir. Mən gətirib, məsələn, müsbəti bura qoysam, əvəzləyici qüvvənin 0 olması üçün qüvvənin biri belə yönəlməlidir ki, yekun əvəzləyici qüvvə 0 olsun, düzdürmü? İndi baxaq görək. Biz bilirik ki, müsbəti itələyir. Bu oldu bu tərəfə. Yəni, 16-lığın göstərdiyi qüvvə sağ olacaq. Bəs bu mənfi 4 Q yükünün göstərdiyi təsir qüvvəsi hansı tərəfə olacaq? O da olacaq sağ tərəfə. Çünki mənfi müsbəti cəzb edirək. Yaxşı, onda belə çıxır ki, orta nöqtələrdə bunun 0 olma ehtimalı varmı? Yəni, eyni istiqamətdə yönələn qüvvələrin cəmi 0 ola bilər sizcə? Xeyr. Xeyr. Onda belə çıxır ki, buradan 1 və 2-nin üstündən xətt çəkməliyik. İndi sonra keçirəm məntiqi yanaşmaya. Elə bir qiymət qoymalıyam ki, 16 və 4-ə ixtisar gedən bir rəqəm olsun. Yəni, baxıram burada, məsələn, tutaq ki, 4-ü götürə bilərsən. 3 dənə cavab var da, 3 dənə cavab arasında konkret qiyməti qoyub yoxlayacaqsan. O çox rahat bir şey olacaq. Gəlin elə bax, Balaxanın dediyi 5 cavabını yoxlayaq. Baxaq görək 5-də nə olacaq. Deməli, qüvvənin düsturu nətərdir? 2 yük arasında yaranan qüvvənin düsturu. K vurulsun, klon qüvvəsi. Aha, Q1 bölü Q2 bölünsün R-in kvadratı. Gözəl. K vurulsun, Q1-imiz 16, gətirdiyimiz yük də Q-dür. Vursam olacaq 16 Q-nin kvadratı. Bölünsün məsafəyə baxıram. 1, 2, 3, 4, 5, 6 dama. 6-nın kvadratı neçə edir? 36. İxtisar aparsam 9-a, qalacaq bizə 4 Q-nin kvadratı bölünsün. Yox, üzr istəyirəm. Neçəyə apara bilərik biz bunu? 4-ə apara bilər. Bəli, 4-ə apara. 4 Q kvadrat bölünsün 9. Və bu müsbət yük. Bu müsbət yükü hansı tərəfi nə edəcək? Sağ tərəfə
itələmiş olacaq. Düzdür? Qiymətini də tapdıq ki, burada 4Q kvadrat bölünsün R-in kvadrat 9. İndi gəlin bu mənfi 4Q ilə bu müsbət Q arasında yaranan qüvvəni tapaq. F bərabərdir. K vurulsun. Olacaq nə? 4Q kvadratı bölünsün. Məsafəyə baxıram. 1, 2, 3. 3-ün kvadratını neçə 9. İndi yaxşı. Deməli, qiymətcə bu qüvvələr bərabər. Biz işimizin 50%-ni yekunlaşdırmışıq. Qaldı bir dənə istiqamət. Yaxşı, bu mənfi 4Q-lük müsbət Q-nü hansı tərəfə cəzb eləmiş? Yəni, nə eləmiş olacaq? Hansı tərəfə itələyəcək, cəzb eləyəcək? Sola doğru olarmı? Əksinə, bəli. Aha. Və qüvvələr də qiymətcə bir-birinə bərabər olduğu üçün yekun əvəzləyici qüvvə nəyə bərabər olacaq? 0 olacaq. Deməli, cavabımız həqiqətən də 5 nöqtəsinə uyğun imiş. Davam edirik 11. Sadə suallardan biridir uşaqlar bu da. Burada biz uzaq söhbəti ilə demək olar. Bəli, ümumiyyətlə nisbi sürətlə. Aradakı məsafəni tapmaq istəyirsə, həmişə bilin ki, nisbi sürətlə işləyirsiniz. Məsələn, 4-5 eləyəcək arasındakı məsafə. Bəli. Aha. O da 40, 1 saniyə 5 metrdirsə, demək 40 metrə 8 saniyə həll gedəcək də. Tam doğru. Tamamilə doğrudur. Nəyə görə indi gəlirəm ora? Baxın, tutaq ki. Bu cismin sürəti olsun bizdə 4. Bu cismin də sürəti olsun bizdə 3. Aradakı məsafəni də verirəm 40. Bax, eyni istiqamətli verdim. Aradakı bucağın neçə dərəcə vermişəm? Burada 0 dərəcə. Ümumiyyətlə, biz burada aradakı məsafəni tapmaq üçün nə edirdik? Əvvəlcə nisbi sürəti tapırıq. Nisbi sürət nə qədər eləyir burada? 1. Eyni istiqamət olanda nə edirik? Çıxırıq da, düzdürmü? 1 metr bölünsün saniyə. Aradakı məsafəmizdə 40. Və bu zaman t-ni tapanda nə edirdik? 40 bölünsün 1. Cavab elədik 40 saniyə. Və bu da eyni məsələdə fərq nədir ki, 90 dərəcə olsun. Deməli, sürətimizin biri yuxarı yönəlib 3 ilə, biri sağa yönəlib 4 ilə. Onda biz əvvəlcə nisbi sürət tapmalıyıq. Və nisbi sürət bərabərdir. Bu da bunu tamamlasaq, nisbi sürət olacaq burada hipotenuz. Onda olacaq kök altında 3-ün kvadratı və 4-ün kvadratından biz bilirik ki, Pifaqor ədədləri olduğu üçün oldu 5. S-i də verib 40, zaman olacaq t bərabərdir. S bölünsün v. 40 bölünsün 5, cavab edəcək 8 saniyə. Tamamilə doğru. Yaxşı, 12. Bir cismin hərəkət tənliyi burada verilən formadadır. Cisim dayanana qədər nə qədər müddət hərəkətdə olmuşdur? Aha, dayananda nə olmalıdır? V sabit, konstant. Yox, 0 olmalı. 0. Gözəl. Onda törəməsini alaq 0-a bərabərləşdir, düzdürmü? Çünki törəməsi alsan sürəti verəcək bizə. Edir -12. Üstə gəlinsin 6t. 6t. Bərabərdir 0-a. Çünki dayananda sürəti olur. T2-dir. T oldu 2 saniyə. İndi bizə bunu soruşmur. Yoxsa bunu soruşur. Bunu soruşur sadəcə. Kaş ki, getdiyi yolu soruşardı. Getdiyi yolu soruşsa nə edəcəksiniz? Həmin o tənliyi 2 aparıb birinə qoyub hesablayacaqdıq. Nə tapacaqdın o 2 nəfər qoyub? Nə tapacaqdın? V-in şeyi. Gəl belə edək. Gəl bir dənə tapaq. Olacaq neçə? 15 çıxılsın 24. Aha. Üstə gəlinsin 2 4 12. 12. Eləyir bizdə 3. Bəli. Yaxşı. Onda bunun getdiyi yol 3 metr olacaqdı. 3 bir dəqiqə deyəcəm 3. 18. Kim kömək eləyə bilər? Yox, bu deyil. Qrafiklə qurulur. Qrafika nəsə ehtiyaclar. Başlanğıc hardan başlayıb bu? 15-dən. 15-dən başlayıb. Bax, buraya yazıram 0. Buraya yazıram 15. Son nöqtə hardadır? Harda dayanıb? 3-də. 3-dən. Nə qədər yol gəlib? 3, 12. 12 metr yol gəlib də. Qrafikdə olar, amma bu sadəsi budur da, yerinə qoy geçsin. Siz tapırsınız son koordinatı. Ümumiyyətlə, gedilən yolu tapmaq üçün biz bilirik ki, x minus 2 0 da. Son çıxılsın, başlanğıc. Yazın yerinə geçsin. Əla. Davam edirik 13-cü sualına. Maraqlı bir sualdır statika bölməsinə aid. Deyir ki, O nöqtəsi ətrafında fırlana bilən çubuğa çəkisi 30 Newton olan el cismi asılaraq şəkildə kimi F qüvvəsi tartılır və çubuğun çəkisi yoxdur. Deməli, biz mg yazmağa ehtiyac yoxdur. İndi baxırıq nəyə? Bu F-dirsə, eyni ipdə eyni gərilmə qüvvəsi söhbətinə görə keçib burada F yaza bilərəm. 2 söhbət olurdu. Oldu bura 2F. Gözəl. İndi bizim fırlama nöqtəmiz buradır. Biz bilirik ki, momenti tapanda F vurulsun D. D burada qüvvədən fırlama nöqtəsinə qədər ən qısa məsafədir. Onda belə çıxır ki, 2F-in qolu nə qədər olacaq? 4-dür. Yox, 2F. Fırlama nöqtəsinə qədər dedim. 1, 2. 2. Aha. Bərabərdir. Bəs bu el çubuğu verilib ki, bizə 30 Newton olan el çubuğu. Deməli, bunun çəkisi 30 Newtondur. 30 Newtonun qolu nə qədərdir? 1, 2, 3, 4. 30 vurulsun 4.
Bu 2 vur 2 ilə 4-ü aparsam elə f nəyə bərabərdir? 30. 30. Cavab olacaq 30 B variantı. Gəldik 14-cü suala. Bir harmonik rəqs edən maddi nöqtənin impulsunun proyeksiyasına zaman asılı qrafik verilmişdir. Hansı zaman intervalında maddi nöqtənin kinetik enerjisi artar? Yaxşı. Gəlin bir dənə xatırlayaq. Kinetik enerjinin düstü nəyə bərabərdir? MV kvadratı bölü 2. İmpulsuna yaxşı nöqtə olacaq. PV bölü PV bölü 2. PV bölünsün 2 və yaxud da P kvadrat bölünsün. 2. Onda belə çıxır ki, kinetik enerjidir, sürətdir, P'dir. Bunlar bir-birindən asılıdır, yəni düz mütənasib asılıdır, düzdürmü? Bəli. Aha. Onda yəni impulsun artdığı hissə elə kinetikin də artdığı hissəyə bərabərdir. Baxaq görə impuls harda artır? Harda artıb? Bax burada 0-da. Burada 0-dır, burada 0-da. T4. T3-dən T4-ə deyirsən artıb. 0-dan T1-ə, T3-dən T4. 0-dan T1-ə artıb. Bəli, tamamilə doğru. Çünki 0-dan müəyyən qiymətə qalxıb. Tutaq ki 3-ə. Deməli 0 T1 100% T1-dən T2 azalıb, T2-dən T3-ə artıb. Bəli, burada P azalıb, burada P artıb birincidə. Sonra gəlib olub 0, hə? T2-də olub 0. İndi bu vektorial cəmiyyətlərdə mənfi nəzərə almırsa, mənfi istiqamət Hələ T3-də 3 olacaqdı, 1-3. Deməli artdı burada, yəni burada isə P3-də azaldı. İndi artar cavablar oldu. Bir burada, bir də burada. Yəni 0 T1, bir də T2 T3. Münəvvər aydındır? Aydındır. Siz mənfiyə, ümumiyyətlə fizikada mənfi işinə biraz həssas yanaşın. Mənfiyə çox da fikir vermirsiniz. O vektorial cəmiyyət istiqamət bildirir. 1-3 C variant. Davam eləyək. Deyir, oturacağının diametri 4 sm olan silindrik qaba nə qədər benzin tökmək lazımdır ki, oturacağa göstərilən təzyiq qüvvəsi qabın yan divarına göstərilən təzyiq qüvvəsinə bərabər olsun. Baxın, bir dənə silindrik qab götürürəm mən. İndi baxaq indi burada nə? Deyir ki, oturacağının diametri 4 sm. Onda radius nə qədər olacaq bizdə? 2. 2 sm. 2 sm çevirsəm, 2 vurulsun 13-2. İndi deyir ki, nə qədər deyir, benzin tökmək lazımdır ki, oturacağa göstərilən təzyiq qüvvəsi qabın yan divarına göstərilən təzyiq qüvvəsinə bərabər olsun. Yaxşı. Əslində sizin üçün biraz ağır sualdır, amma bir yerdə işləyəcəyik. Baxın, P bərabərdir. F bölü S düsturumuz var. F burada nəyə bərabərdir? Sahəyə. Yox da, F nəyə? P burası. P burası daha doğrusu. P burası. Yaxşı. Əvvəlcə qabın dibinə göstərilən, gəlin burada təzyiq qüvvəsini tapaq. Onda olacaq bizə nə? P-nin yerinə yazacağım rho J H. Vurulsun, S-in yerinə yazacağım pi r kvadratı. Bu bizim hansı oturacağa göstərilən, düzdürmü? Düzdür uşaqlar. Bəli. İndi yan tərəfə tapaq. F bərabərdir P vurulsun S. Uşaqlar, ümumiyyətlə yan divara göstərilən təzyiq necə tapılır? Ən yuxarı nöqtə təzyiq nə olur həmişə? Qabın üstündə. Suyun üstündə belə deyək. 0. Atmosfer tutaq ki, yoxdur da, ağzı bağlı bir qab. Çünki verilməyib. Ən dib nöqtədə nə olur? Rho J H. Deməli, onda divara göstərilən təzyiq tapmaq üçün biz ortalama bir təzyiq tapmalıyıq. Ortalama təzyiq nə qədər edəcək biz onda? Rho J H-ın bölü 2. Ay sağ ol. Deməli, rho J H bölünsün 2. Qaldı bir də nəyi tapmaq uşaqlar? Yan divarın sahəsi. Silindiri açsaz, belə bir fiqur alırsınızmı? 2 pi r h. Baba, belə bir fiqur alırsınız, düzdürmü? Silindir açılmış olması budur, bəli. İndi baxşı, yan divarın sahəsində də tapılır. Hündürlüyünə h deyirsən. Bir də oturacağının uzunluğu da bizdə nə qədər olur? Bax, bu qatlalasan bu çevrənin uzunluğu olur da, düzdürmü? Çevrənin uzunluğu düzdür bizə nəyə bərabərdir? L bərabərdir 2 pi r. Onda belə çıxır ki, sahəsini tapsam nə qədər olacaq? Yan divarın sahəsi. 2 pi r h. Səhv eləmirəmsə Münəvvər demiş bu düzdürmü? Bəli. Aha, demişdi. Vurulsun h. Uşaqlar, aktiv olun, utanmayın burada. Yəni, heç bir şey yox. İkiləri qısa getdi. Yerdə nə qaldı burada? Rho, J, sonra nə qaldı? Pi, pi-ni ataq qabağa. Rho-nu yazdıq, J-ni yazdıq, pi-ni atdıq qabağa. H kvadratı, düzdür? Və bizə deyir ki,
nə qədər hündürlükdə, nə qədər benzin tökmək lazımdır ki, bunlar bərabər olsun. Və biz indi nə edəcəyik inşallah? Bax bu F qüvvələrini bərabərləşdirəcəksiniz. F qüvvəsini bərabərləşdirib burada nə tapa bilərsiniz? Rho-nu verib, J-ni verib H-ı tapacaqsınız oradan. H-ı tapandan sonra artıq mən bu belə deyim, sizə düşməyəcəm, sonra narahat olmayın. Bu kitab sertifikasiya sınaqlar kitabındandır. Sadəcə bir ümumi təkrar eləmiş olur orada. H-ı tapacaqsınız. H-ı da tapandan sonra kütlədə n bərabər Rho V düsturuna gətirib yerini qoyub hesablayacaqsınız. Aydındır? Bəli, bəli. Davam edirik 16-cı sualla. Və 16 məsələn sizə düşə biləcək bir sual. Şəkildə dövrən. Hərflənmə metodu ilə necə? Hərfləndirmə metodundan rahat bir şəkildə yaza bilərsiniz. Bəli, çox da çətin bir sual deyil. Qarşımıza maneə çıxana qədər həmin hərfi yazmalıyam. Düzdürmü? Bax indi A-nı yazdım bura. Buradan heç bir tərəfə A yaza bilmərəm. Bir dənə də bura B yazmışam. B-dən də heç yerə yaza bilmərəm. Qaldı bir dənə düyün nöqtəm. Sonra da yazacaq C hərfi. Gəlin bu dövrənin ekvivalent dövrəsini quraq. A, C və B. A-dan baxaq görək. A-dan C-yə nəyimiz var? Bir dənə 4-ümüz var mı burada? Aha, A-dan C-yə bir dənə 4-ümüz var. Sonra A-dan C-yə nəyimiz var? Bir dənə 4-ümüz var mı? Aha, bunu da yazdıq. Bu ikisi getdi. Bir də C-dən B-yə nəyimiz var? Bax C-dən B-yə. 2. 2 yerimiz var. Bunu da yazdıq bura. 2. Elə 2 yazdıqca rahat olsun. Sonra nə var? A'dan B'ye altımız. 6. A-dan B-yə. A-dan B-yə. A-dan B-yə də bir dənə var 6. İndi bir dövrəni rahat bir şəkildə yaza bilərik. Bax 4, 4. Bu ikisi nə verəcək bizə? 8. Yo, balıqam. 4-ün özü də, 4-ün özü. Yo. Sayına bölürsən. 2. 2, Hə. Bu 2, bu 2 ardıcıldır. Bunları neçə eləyəcək? 4. 4. İndi 4 ilə 6 Dört. paraleldir. 4 vur 6. 2, 5. 4 Yo. 10. Neçə eləyəcək? 14, 24 böl 14. 24 böl 6, 4 üstəl 6 idi, mən səhv yazmışam. 24 böl 10 ilə də 2.7. 4, 2.4. 2.4 C variantı. Sonra 17 sizə düşə biləcək bir sadə bir sualdır. Sadə düstur. Nəyin düsturu çalar bu? 2 pi köşək demiyorlar. 2 embl yaylı rəqqas amplitudu Yaylı rəqqasın periodu. periyodu. Bəli, T bərabərdir 2 pi kök altında n bölünsün K. Bu yaylınındır. Bəs ifli rəqqasın, riyazi rəqqasın üstünə atar. 2 pi kök Orada altında 2 pi J böl el bölgü. El bölgü. Ha. Əla. Sonra gəlirəm 18-ci sual. Deyir ki, qablarda olan suların daxili enerjilərini müqayisə edin. Bax uşaqlar, maraqlı sualdır. Və sizə düşə biləcək bir sualdır. Yəni qeyri-adi bir sual yoxdur burada. Temperaturları müqayisə edib bölünür. Temperaturları mı müqayisə edəcəm, yoxsa nə edəcəm? Bax, kinetik istəyir də bizdən. Həcmə verib 3 litr. Daxili yox, kinetik istəmir axı. Dərs oxuyanda görünür, daxili. Daxili enerji. Mən temperatura baxmalıydım. Ancaq temperatura. Həcmlərin hamısını 3 el verir də. Hə, aydındır. Əslində daxili enerji deyəndə, yəni yadda saxlayında həm kütləyə baxmalısan, həm də temperatura baxmalısan bir məna şəkildə. İndi Balaxanın sözünə qüvvət 3 eldir hamısı, yəni 3 litrdir və ona belə çıxır ki, bunların kütlələri hamısı bir-birinə nədir? Bərabər. Onda daxili enerji birbaşa asılıdır nədən? Temperaturdan. Temperatur. Yaxşı. Onda biz temperatur yazmaqdan ötürü hər birini eyniləşdirməliyik. Gəlin belə edirik. Hamısını Kelvinə çevirək. 40 dərəcəmiz neçə Kelvin eləyir? 313. 313 Kelvin. Qaldı bir dənə 68-i çevirmək. Yaxşı. İlk olaraq birinci Selsiya Fahrenheit arasında olan düstur yazaq. T Fahrenheit nəyə bərabərdir? 5-də 9 Selsi üstə gəlsin 32. Düzdürmü? Bəli. İndi bir də Fahrenheit verib 68. Əvvəl gəlin Selsini tapaq. 68 bərabərdir. 5-də 9 Selsi üstə gəlsin 32. Onda 5-də 9 T Selsi nəyə bərabərdir? Bunu T Selsi yazaq. Nəyə bərabər olacaq? 68 20-yə. Bir cavabı deyirsən, hə? Hə, birbaşa 20-də, hə, cavab 20. 36, bəli. T bərabər olduğunda isə 20 dərəcə. İndi 20 dərəcəni də Kelvinə çevirsəm,
273 üstünə gələcək 393. 293. Deməli bu da oldu 293. Hə, bundan sonra rahat müqayisə eləmək olar. U2 U3 bərabərdir plus da böyüdü U1-də. Cavab C Aferin. variantı. Yox, C variantı yox, bir dəqiqə deyəcəm. Y variantı. Y variantı. Y variantı. Gözəl. 19. Bir dəqiqə. Bu biraz yaxınlaşdı. Yaxınlaşdırım. Nə çıxqandı tam görək. Görünür belə. Aha, mütləq uzanmaları verib nisbətini soruşur. Deyəcəm. 2 Gəlin. Köməkləşib yazaq burada. Eyni materialdan hazırlanıb deyəndə nə demək istəyir bizə? Bir şey eynidir. Nəyi? Sağları. K-nın düsturu SC bölünsün L0'dır. Yəni bunun eyni olması üçün gərək sahələr də, uzunluqlar da bərabər olsun. Yung modulu da. Yung modulları eyni, tamamilə doğrudur. Yung modulları eynidir. Cavab orada D olacaq. Bilmirəm. Baxarıq inşallah. Mən D tapdım önce. Bax, gəlin belə edək. F-in 2 dənə düsturu var. Bax, biri K vurulsun delta L-dir. Bir də mexaniki gərginlik düsturundan F bərabərdir sigma vurulsun S-dir. Düzdürmü? Bax, bir dənəsi üçün bu düsturu bərabərləşdirəcəm. Yazacam nə? K vurulsun delta L bərabərdir sigma vurulsun S. Biz buradan delta ilə axtarıq. Delta L nəyə bərabər olacaq? Sigma vur S bölü F. Aha, sigma vurulsun S bölünsün K. K-ya. Yaxşı. Hayır. Sigmaları da atmalıyıq mütləq. Sigmaları da atıram belə. Y. Y vur S bölünsün K. K-nı da ataq. SY bölünsün L0. Nisbi uzanma da açıqdandır. Nisbi Delta zamanı da ataq. Delta L bölünsün L0. Amma bu məntiqsiz bir şey oldu. Yo, niyə SY'lər gedir. Y'lər getdi Del- 0 0'da getdi. Delta L Biz vur. ispat eləmiş olduqca delta ilə delta ilə bərabər oldu. Hamısını Bir də atmayaq. saniyə. Necə? Hamısını açmayaq. Hamısı. Bircə dəqiqə görək başqa nə edə bilərik biz burada. Demək, dartı qüvvəsini gəlin belə elək. F bölünsün K yazır. F vur S Yox, bölü S. Dartı qüvvəsini elə bərabər elə sigma şeyə, sigma S-ə, sigma elə S-ə. Bax, dartı qüvvəsini sigma S-ə bərabər eləyək. Sonra buradan F bərabərdir. Sigmanı açaq. Epsilon vurulsun, Y vurulsun S. Sonra F bərabərdir. İndi bax, epsilon da açıram. Delta L vur Y vur S bölünsün L0. Və buradan biz delta ilə axtarırıq. Delta L nəyə bərabər olacaq onda? F vur L0 bölünsün Y vurulsun S. Bax, delta üçün düstur aldıq. Onda birincinin deltası için yazsın. Delta L1 bərabərdir. Birincinin dartan qüvvə nə qədərdir? 2. 2F. Uzunluğu nə qədərdir? L0. Bölünsün Yung modulu Y-dir. Sahəsi isə S-dir. Bu birinci için. İndi ikinci için yazıram. Delta L2 bərabər. Dartan qüvvə nə qədərdir? F. Uzunluğu nə qədərdir? 3 L 0'da. Oldu 3FL0 bölünsün sahəmizdə 3S. İxtisar gedir, qalır nə? FL0 bölünsün S. Bu Orada təbii ki, Yung modumuz da var. Əgər bir-birinə nisbətdə eləsək. Aha, indi baxırsan nisbəti yazmağa ehtiyac yoxdur. Baxırsan ki, birincinin sürətində ikinci var, 2 var, ikincidə 1 var. Onda belə çıxır ki, birinci ikincidə nisbət çoxdur. 2 dəfə düz tapmışam. Demək cavabımız D variantı 2 olmalı. Mən bu düz Aydındır. tutmadım ama bir dənə yeni yazmamışdım. Əslində- Delta L bərabərdir F bölünsün K. K-nın dəyərinə S-yə bölünsün L0'da qalxırdı yuxarı. Nə olmalı? Tam doğru. Tam Ha, doğru. biraz- Ona onsuz da belə çıxır ki, sizin sözünə qüvvət K bərabərdir S-yə bölünsün L0-dan. Belə çıxır ki, burada S bölü S0-dır. Burada da 3S bölü. K'lar bir-birinə nə olur? Bərabər. Burada da K'dır, burada da K'dır. Ondan sonra elə birbaşa K'ları qoysan kənara F-nə müqayisə edirsən. Tamamilə doğrudur. Cavab ilə də 2. Biz açmaq, yəni əvvəldən də K'nı tapıb yaza bilərdik. 20-ci sual. Radiusu 2 olan içi boş kürə verilmişdi. Buna əsasən şəkildə. Bu bizim qaydamızdır. Biz demişik kürənin daxilində və səthində. Fiillər bir-birinə nə olur? Daxilində və səthində bərabər. Beraber olur.
Xarici Uzaqlaşdırsan- elektrondan böyük olurdu. Azalırdı. azalır. Azalır. Niyə? Çünki fi bərabərdir k2 bölünsün r-dir. Məsafə artdıqca fi necək? Azalmış olacaq. Deməli belə çıxır ki, x-da və y-də bir-birinə eşit bərabər, y-də isə z-də isə onlardan daha azalmış olacaq. Y var yəni. Deməli, bəli. Gəldik 21-ci sual. Yaralı yerlərimizdən biridir. Çox çaşırıq burada. Bizə deyir ki, riostatın sürücüsünü sola çəkirsən. Ümumiyyətlə, riostatın iş prinsipi müqavimətin uzunluqdan asılı olmasına əsaslanır. Baxın, hal-hazırda cəryan tutaq ki, gəlir bax buradan. Bax, buradan keçir. Bax, ancaq və ancaq bu hissədən keçir. Yəni, uzunluq bu qədərdir. İndi bizə deyir ki, sola çəkinə. Əqrəbi sola çəksəm, cəryan keçən uzunluğu biraz da neyləmiş olacaq? Artacaq. Artacaq. Uzunluq artırsa, müqavimət neynəyəcək? Artacaq. Artıq cəryan şiddəti azalacaq. Müqavimət artırsa, avtomatik cəryan şiddəti azalacaq. Deməli, cəryan şiddəti azalar cavabları götürürəm, qalanları silirəm. Aha, qaldı bizim 3 dənə cavab. İndi gəlirəm gərginlik. Uşaqlar, bu necə dövrədir? Yəni, dövrənin hissəsidir, yoxsa tam dövrədir? Tam dövrə. Dövrənin hissəsidir. Tamdır. Yox, dövrənin hissəsi olsaydı mənbə olmazdı. Bu olmaz. Amma yadda saxlayın, bu tip bir mənbə görsəz, bilin ki, bu tam dövrədir. Tam dövrədə i bərabərdir, epsilon bölünsün r plus r-dir, düzdürmü? Xatırlamırsınız bunları? Yox, Özü də azalır. Aha. İndi buradan uşaq. Tənasübü həll edib yazsaq, epsilon bərabərdir, i vur r plus i vur kiçik r, düzdürmü? Bəli, bəli. Buradan epsilon bərabərdir, i-yerin əvəzinə u yaza bilərəm, u plus i-yer. Bəli. İndi u-nu tapsam, u bərabərdir, epsilon minus i-yer. Bax, bizdən voltmetr soruşanda, bax, qapalı olduğu vəziyyətdə, voltmetr həmişə u-nu ölçür. Və u, indi baxıram, EHG sabitdir, bunu qoyuram kənara. Daxil müqavimət qoyuram kənara. Cəryan şiddəti bizdə neyləmişdi? Azalmışdı. Ona görə u artar. Qarşıdakı mənfiyə görə u neyləmiş olacaq? Tamamilə artmış olacaq. Aydındır bu hissə sizə. Buna aid DİM-də məsələ çox işləmişik. Bəli. Əslində siz yazsınız ki, u bərabərdir i-r, burada saşarsınız. R artır, i azalır. Yəni %99% siz burada dəyişmə cavabı götürərsiniz bəlkə də. Amma diqqətli olun ki, tam dövrələrdə bu formada yazılır və düsturu belə yazandan sonra qarşıdakı mənfiyə görə i azalırsa, u artmış olacaq. Gəlirik 22-yə. Bir hansı aşkar atomu germanium 4 valentli kristalında özünü akseptor kimi aparır. Biz burada məsələləri işləyəndə qısa demişdik ki, ya hamısı böyük olacaq, biri kiçik, ya hamısı kiçik olacaq, biri böyük. Bəli, bəli. Aha. Bizə 4 valentli əsas elementdir. Bax, 6 valent böyükdür, 5 valent böyükdür, 5 valent böyükdür. 4 özünə bərabərdir, bu təmiz yarım keçici olacaq. Qalıb denəndən Y variantı 3 valentli demək. Ümumiyyətlə, akseptor nə deməkdir? Akseptor o demək ki, qəbul edirəm. Yəni, gələn element buradan bir dənəsini almalıdır. Əgər bundan böyük olsa, birini verəcək buna. Amma bundan kiçik olmalıdır ki, bundan bir dənə elektronu inəbilsin, ala bilsin. Gəlirik 23-cü suala. Bax, burada L və K bizdə nəyə göstərir? Diodları. Diodları. Diod, əla. Və biz bilirik ki, diodlarda düz və tərs keçidlər var da, düzdürmü? Əgər diodun bu hissəsi müsbətə, bu hissəsi mənfiyə qoşulursa olur düz. Əgər mənfi bura müsbət yazısı olur tərs. Düz keçsə cəryan keçir, tərs keçsə cəryan keçmir. İndi gəlin belə eləyək də. Ən yaxşı halda bunu hərfləndirmə eləyək. Biraz vaxtımızı aparacaq, amma maraqlı sualdır. Gəlin hərfləndirmə eləyək. Mənbəyin bir qütbünə A yazıram, bir qütbünə B yazıram. Görə cəryan hardan hərəkət edəcək? Bax, ona diqqət etməliyik. Yəni, fikirləşərik ki, buradan cəryan keçəcəksə, bu olur düz keçir. Amma məsələn, buradan gəlirsə cəryan, bu olur tərs keçir. Düzdürmü? Razılaşarsınız mənlə? Yəni, ona görə də bu diodun düz və tərs qoşulduğunu bilmək üçün biz mənbə qurmalı, dövrəni özümüz qurmalıyıq yenilər. Bura yazıram A, bura yazıram A, bura yazıram A. A-la işim bitdi. Bura yazıram B, B, gəldim burada B. Adətən diodlar, belə deyim də, müqaviməti çox kiçik götürülür. Onda belə eləyək də. Burada B yazaq.
Elə olanda burada B yazaq. Gəlir, çıxır, burada B, burada B. İndi gəlin dövrəni quraq. Deməli, 2 dənə hərfimiz oldu. Başqa hərf var burada? Xeyr. Deməli, A-dan B-yə. Gəlirəm. A-dan B-yə bir dənə bu lampamız var. Bəli. Aha, lampanı qoşduq. Necə? Haysa eri müqaviməti deyirdim. Er də yazmaq olar. Lampaya özü saxlayır, çünki yanan lampalar özü lazımdır bizə, bəs eləyir. Müqavimət çox Eyni tap hərf verir. arasında olanda lampalar Hə. yanmırdı da. Yuxarıdakılara Lampalar yanmırdı. baxırsan. Eyni hərf arasında olanda lampalar yanmır, bəli. Tamamilə doğrudur. Onda indi belə çıxır ki, onda biz burada əslində nə etməliyik? Bu diodun müqavimətinin olub olmamağını, bax o müqaviməti olsaydı daha gözəl olardı. Ona görə mən qaldım belə. Deməli, bu lampanı da yazaq. Deva bunu. Bu lampanı da yazdım burada X. Onda belə çıxır ki, bu lampa sıradan çıxdı. Düzdürmü? Hal-hazırda neçə lampa yanır? 2 dəfə azalar. 2 dənə. 2 dənə lampa yanır. İndi dövrəni tərsinə çevirsək görək nə olacaq? Bircə dəqiqə. Olmasa ilə, onda diodların müqavimətini nəzərə alacağıq. Onda hərfləndirməmi başqa cür eləyəcək. İndi bizə deyir ki, eyni anda tərs çevirdi diodlar. Üzü aşağı. Yenə hərfləndirmə eləsək, yenə eyni şey olacaq. Gəl belə elək. Gəlin bu dəfə belə elək. Diodların müqavimətini nəzərə alaq. Deyək ki, diodların özünün müqaviməti var. Və onda, məsələn, bayaq yazdığımız hərfləndirmə vardı, AB. Məsələn, mən bura B yazmışamsa, yuxarı B yaza bilərdim, seçsə. Hə, uşaqlar? Səssiz gəlir uşaqlar mənim sizə. Bəli. Aha. Baxın indi. Eyni qayda ilə hərfləndirmə davam edir. Buraya yazıram A və A. Bu tərəfdən yazıram B və bura qədər yazıram B. Həmçində buraya yazıram bir dənə B hərfi. İndi burada başqa getməyə yolum olmadığına görə burada yazıram C, buraya yazıram C. İndi gəlin düzək, dövrəmizi quraq. Deməli bizim 2 dənə element hərfimiz var. A, 3 dənə hərfimiz var daha doğrusu. A, B, ortada bir dənə C hərfimiz var. Baxıram nəyə? A-dan B-yə bir dənə lampamız var. A-dan B-yə bir dənə lampamız var. Bu getdi. Bu sıradan çıxdı. Sonra A-dan C-yə bir dənə lampamız var. A-dan C-yə bir dənə lampamız var burada. Sonra nəyimiz var? C-dən B-yə üzü bu istiqamətdə bir dənə diodumuz var. Aha. C-dən B-yə tərs bir dənə diodumuz var. Bu da getdi. Həmçində o dövrdə bir dənə nəyimiz var? Lampamız var. Düzdür? Bax, C-dən B-yə yuxarı hissədə. Səhv eləmirəm ki? Xeyr. Sonra C-dən B-yə bir dənə burada nəyimiz var? Bax, bu deyil bu. Mavi rənglə göstərək. Bax, bir dənə də C-dən B-yə burada bir dənə lampamız var. C-dən B-yə bir dənə də burada lampamız var. Sonra C-dən B-yə bir dənə tərs diodumuz var. Bax, C-dən B-yə üzü C istiqamətində bir dənə diodumuz var. Bu zaman. İndi baxın. A hissəsi müsbətdir, B hissəsi mənfidir. Gəlin görək hansı lampa yanacaq. Aşağıki lampa yanacaq. Uşaqlar. Bəli. Yandı. Bu yandı. Sonra gəldim, bax, orta ilə gəldim. Bu lampadan cəryan keçdi. Gəldi, qarşımıza 3 dənə yol çıxdı. Yuxarıdan keçə bilər cəryan. Xeyr mənim. Xeyr. Ortadan keçə bilər. Orada yox mənim. Aşağıdan keçəcək. Bəli. Onda belə çıxır ki, hal-hazırda neçə dənə lampa yanacaq? 3 dənə. 3 dənə. 3 dənə. İndi gəlin diodların istiqamətini tərs çevirək. Elə bu şəkildə artıq hərfləndirmə olduğu kimi qalacaq. Bu şəkildə bir dənə diodları tərs çevirəcəm. Bircə saniyə diodları tərs çevirir.
Burada da çevirək. İndi baxın uşaqlar. Yenə A'dan C'yə aşağıki lampa yanacaqmı? Bəli müəllim. Yanacaq. Gəldik ortada, çatdıq bura. Bax, bir dənə bunu bənövşə rənglə göstərək, fərqli olsun. Gəldim, çatdım bura. Buradan qarşıma 3 dənə yol çıxıb. Hə. İndi hardan keçə bilərsiz cəryan? Ortadan da keçəli müəllim. Ortada lampa yanar. Ortadakı lampada keçəcək. Bəli, hər üçündən keçəcək. Deməli, ortadakı da yanacaq. Onda belə olacaq. 1, 2, yəni yuxarıda lampamız yox idi. Yuxarıda da bir dənə lampamız var da. Ha, o hamısı yanıcı oldu müəllim. Aha, onda olacaq neçə dənə? 5 dənə lampa. 5 dənə oldu, 4 dənə oldu. 5. 4 dənə. Hə, 4 dənə müəllim. 4 dənə. Əvvəl 3 idi, indi oldu 4 dənə. Neçəsə artdı. Bir dənə attı müəllim. Bir dənə lampa artar. Bax uşaqlar, çətin sualdır, maraqlı sualdır, vaxt aparandır, amma yazmaq olar. Allah haqqı bir köpüklük sualdır bu sual. Bu sual var ha. İndi sən öz düşüncə, sən abituriyentsən, sən düşüncə tərzinə görə, sən öz bilik səviyyənə görə deyirsən ki, məsələn çətindir. Belə sual düşür. Yox, bu ümumiyyətlə bu kitab nə kitabıdır? Sertifikasiya. Ay sağ ol. Əslində seçib işləməli içindən, sadəcə indi qarşımıza çıxdıqdan iştirik edir daha. Əsas o işləyir. Yəni bura işləyirik demək o demək deyil ki, sən qəbul imtahanı 100% düşəcək. Sadəcə bu ümumi biliklərimizi təkrar edirik. Dövrə qurmaqdır, diod nə işə yarayır, lampalardan hansı yanır, hansı yanmır. Yaxşı, bax indi abituriyentə düşən sual budur. Buyur Firuz bəy. Bir daha baxın buna qəşəng. Külün ağını yaratman mesaj tərəfindən emin Qəşəng bax bir dənə. təsir edən güvənin istiqamətini göstərin. Deməli, müsbətdən çıxsa belə. Cavabı olan varsa deyə bilər. Y variantı. A variant. Uşaqlar, burada ya A olacaq, ya B olacaq. Yəni Y-nin olma ehtimalı demək olar ki, yoxdur. B variant. Firuz, nə oldu? Müəllimə düzdür bir sözə zəifəm ona görə. Bir yerdən Aha. 50 dənə cavab vermişəm. İndi nə oldu bir dənəsinə verəm. Bayaqdan 23 dənə sual işləmişik, hamısı yaxşıdır, gəldi bir dənə sual bir köpülük oldu. Hə, indi şeylərdir sonra. Hə, balaqa, buyur görə, nə istəyirsən? Bu variant ola bilər. B variantı. Münəvvər nə demişdi? A demişdi. Mən A demişəm. Aha, A demişsiniz siz. Münəvvər Şəmsiyə cavab verməmişdi. Səhv həmsə qızlardan, yox, ola bilər mən qarışdım. Yaxşı, gəldik biz burada deyir ki, KL-in yaratdığı maqnit sahəsi tərəfindən MN nöqtəsinə təsir edən qüvvənin istiqamətini. Gəlin belirlək, biz bunu hələ ki istiqamətini göstərməyək. KL-in maqnit sahəsini tapmaq istəyirsə, hansı əldən istifadə edəcəyik? Sağ əl. Sağ Sağ əl. Sağ əlimizi baş barmaq cəryan istiqamətinə qoyanda 4 barmaq indüksiyanı göstərir. Onda belə çıxır ki, bu tərəf olur X, düzdür. Sağ tərəf olur nə? Nöqtə. Nöqtə. Deməli, bu tərəf ümumiyyətlə oldu nöqtə. Bizə də bu hissə lazımdır. Bax, ancaq bu hissə lazımdır. MN naqil olan hissə. Bir dəqiqə dövrəyə alaq, bu hissə. İndi MN-də cəryan istiqamətini göstərir. Cəryan MN-də hansı tərəfə yönəlib? Yuxarı yol, doğru. Doğru. Müsbətdən mənfi. İndi bu zaman deyir ki, qüvvənin istiqaməti. Yaranan qüvvə hansı qüvvə olacaq burada? Amper qüvvəsidir. Amper qüvvəsi. Amper qüvvəsinin istiqaməti Sol əl. sol əl qaydası. Əla. Sol əlimizi elə tuturuq ki, B ovcumuza daxil olur. Deməli, üzə aşağı tutacam əlimi. Sonra 4 barmaq cəryan istiqamətində bu zaman baş barmaq nəyi göstərir? Qüvvəni göstərmiş olacaq. Bax, 4 barmaq cəryan istiqamətində B ovcumuza daxil olanda baş barmaq qüvvəni göstərmiş olacaq. Onda qüvvənin istiqaməti hansı tərəf olacaq balaxan? O müəllim sağ əl. Sağ Yox, sol əldə. Sizin seçdiyiniz şəkli görə. Mən indi o nöqtəni mən ovcuma necə daxil edim? Ona görə məcbur üstündən yazdım ki, B ovcumuza daxil olur da. Sol əli Yəni, götürdük. Əlimizi üstün görürük də, Əlimizi üstün görürük də. Mən məcbur onu elə çəkdim ki, yəni nöqtə biləsiniz. Baxın, sol əlivi tutuşundan şəklə. Hal-hazırki ekrana tut, telefon ekranı. 4 əlivin iç tərəfi ekran tərəfi olsun. 4 barmaq yuxarı olsun. Baş barmaq hansı tərəf olacaq? Sola. Sola. Tamamilə doğrudur. Yəni sadəcə məndə belə məhdudiyyət var da şəkil çəkməklə bağlı. Ona görə elə yazdım. Gəldik 25-ci suala. Bax, dimdə də var bu sualda. Birinci mahiyyət sayəsindən sabit şəkildə keçidir.
Burada yaranan, ümumiyyətlə maqnit sahəsində hərəkət edən naqillərdə yaranan cəryanı tapmaq üçün hansı əldən istifadə edirik? Sağ əldən, sol əldən. İndi qərar verək. Sol yoxsa sağ? Sağ. Sağ. Mhm. Aha. İndi bir dəqiqə. Müəllim bunu belə eləmirdi. Lorenzi tapıb baş barmağımızla. Lorensə əslində ehtiyac yoxdur. Bax, sağ əl qaydasını götürdük. Sağ əl qaydası. Baş barmaq sürət istiqamətində. Hə, bəli, baş barmaq sürət istiqamətində olurdu. 4 barmaq cəryan göstərəcək. X-ısa əlimizin için görürük hal-hazırda. Baş barmaq V istiqamətində oyulanda bu hissədə cəryan sağ tərəfə olurmu? Bəli. Bəs ikincidə X-ı İkincidə yuxarı olur. Olur yuxarı. Cəryan olur yuxarı. Maqnit sahəsində hərəkət edilən naqillərdə yaranan cəryanın istiqamətini tapmaq üçün. İndi bizə baxın. Cəryan yuxarı gedirsə, yüklər necə yönələcək? Yəni cəryan məsələn biz bilirik ki, müsbətdən mənfiyə gedir, düzdür? Bəs elektronlar hansı tərəfə gedir? Müsbətdən mənfiyə. Cəryanın əksi istiqamətdə. Mənfidən müsbətə. Aysa, mənfidən müsbət. Onda belə çıxır ki, elektronla, yəni mənfi yüklərlə cəryan əks istiqamətə yönəlir. Əgər cəryan yuxarı gedirsə, mənfi yüklər harada yığılacaq? Aşağıda. Yuxarıda olacaq nələr? Müsbətlər. Müsbətlər. Yaxşı, indi cəryan sağa gedirsə ikincidə, elektronlar harada yığılacaq? B-də. Müsbətlər burada yığılacaq. İndi bizə soruşur ki, A-da hansı yük olacaq, B-də hansı olacaq? A-da nə oldu? Müsbət, B-də mənfi, A variant. A variant. Lorenzdən də gedir müəllim belə, eynisidir. Aha, olar. 26. Bir dənə, bax, 26 və 27. Deyə baxın, bizə dəqiqə gəlirlər. Davam edirik bir dəqiqə. 26. 26 şifahi sual oxşuyur. Alın cavablarınız var mı cavab? Y variantı. Yox, Y variantı. bir dəqiqə. Tezliyi dəyişməz, dalğa uzunluğu dalğası vakuumdan mühitə. Mühitdən vakuuma keçəndə azalırdı. Vakuumdan mühitə keçəndə artacaq da, düz deyil. 1. Sürəti artır, vakuumdan. Tezliyi artacaq, dalğa uzunluğu azalacaq. 1-4D variantı. 1-4D variantı. Yox, tezliyi dəyişməz axı. Tezlik dəyişməz axı. Firuz, özün deyirsən tezlik dəyişmir. Vakuumdan mühitə keçəndə sürət 2 azalır. gördüm. 2. Sürət azalırsa V bərabərdir lambda nöqtə. Aha. Dalğa uzunluğunda nə edəcək? Azalacaq. Aha. Deməli biz bilirik ki, vakuumunu götürürük, bunu qoyuram kənara. Gəlirəm, sürətlə və dalğa uzunluğuna. Biz bilirik ki, sürət ən çox işıq sürəti vakuumda olur, 3/18. Qalan bütün mühitlərdə bu sürət neyləmiş olacaq? Azalmış olacaq. Yaxşı, biz bilirik ki, lambda bərabərdir V/T. Və biz dedik ki, period sabitdir. Sürət neynədir? Azaldı. Sürət azalsa dalğa uzunluğu neynəməlidir? Azalmalıdır. Cavab olacaq 2-4. Əvvəl yaxşı başlamışdın, sonradan cavabını niyə dəyişsən ki? 27. Nə bilməyim. 2-4 demişdim, bambılı kimi göstərmişdim sana. 27. Müstəvi güzgünün səthinə perpendikulyar istiqamətdə hərəkət edən iki maddi nöqtənin güzgüyə nəzərən sürətləri verilmişdir. Birinci nöqtənin ikinci nöqtəsi güzgüyü xəyalına nəzərən. Bax, birinci nöqtənin ikinci nöqtənin xəyalına nəzərən sürət tapacaqsa, birincini ikincinin xəyalına nəzərən sürət tapacaqsın. 2V. 2V. Diqqətli olaq. Mən də deyirəm 0. Sizcə hansı olar? 0 Ya 2 dənə cavab olacaq. olar mən. 0 olar. Baxın, müstəvi güzgüdə bir cisim güzgüyə yaxınlaşanda xəyal da güzgüyə nə edir? Yaxınlaşır. Yaxınlaşır. Çünki biz nə eləyiriksə, müstəvi güzgüdə həmin hadisələr yamsılanır. Alicə güzgünün qarşısına keçib yoxlaya bilərsən. Deməli, bu cisim bu güzgüyə yaxınlaşır.
İkinci cisim güzgüyə uzaqlaşır. İkinci cisim güzgüdən uzaqlaşır. Onda xəyalı da güzgüdən nə etmiş olacaq? Uzaqlaşacaq. Uzaqlaşmış olacaq. Əgər v sürəti ilə uzaqlaşırsa, bu da v sürəti ilə uzaqlaşacaq, düzdürmü? İndi bizə deyir ki, bax bunu birinci cismin özünü, ikinci cismin xəyalına nəzərən sürətini. İndi baxın bu uşaqlar, hər ikisi eyni istiqamətli oldu mu bunlar ikisi də? Düzdür, Balaxan? Bəli. Eyni istiqamətli, eyni sürətdirsə, nisbi sürət nəyə bərabər olacaq? Sıfıra. Sıfır olacaq da, Sıfıra. sıfır olacaq. Bəli. Çox özünüzü belə şey yaparsınız, pasif yaparsınız. Bilməm utanırsınız danışmağa, yoxsa nədirsə, pasif yaparsınız. Müəllim neçə suala baxacaq? Yoruldu. 27 dənəsinə baxmışıq da. Olsun. Baxa biraz da. 5-3 dəqiqədə işləyək. Nağdından belə deyim, 32-yə qədər gələk, sonra da olma saxlayarıq. 28. Hansı optik qüvvəli linzalar şüalar daha çox sındırar? Sındar. Deməli, DPT ilə tərs asılıyıq da, 3-də. Yalnız 3-də. Mən belə düşünürəm. Nə üçün? O tərs asılıdır ona görə. Daha çox olanda daha çox sındırar. Deyir, düz asılıdır. Başqa kim fikrini əsaslandıra bilər? Hatta daha çox sındırar deyirsə, sındırma əmsalı çox olar, D az olar da, tərs asıl deyil. Yox. Başqa kimsə fikir bildirə bilər? Axırda cavab bir çıxacaq. Hə, uşaqlar. Mənim ümumiyyətlə cavab nədir orada? Gəlir də, indi tələsmə. Optik qüvvə nə hərf işarə olunur? D. D. D bərabər nəyə? Bir bölü D. 1 bölü. Yaxşı, F-i tapsam nə olacaq? D. 1 bölü D. 1 bölü D. Yaxşı. Gəlin, biz bir dənə linza götürürəm. Bax, bu bizim linzamız. Bax, bu da bizim fokus məsafəmiz. Tutaq ki, mən bunun üzərinə şüa göndərirəm. Bu şüa sınaraq hardan keçir? Fokusdan. Fokusdan. İndi baxın uşaqlar, bir dənə məsəl üçün fərqli bir linza götürürəm. Tutaq ki, bunun fokusu məsələn F idi. Bunun fokus məsafəsi, indi F nətə deyək? F-ə yazaq tutaq ki 20 cm. Tutaq ki, bunun fokusunu götürürəm, F bərabər 30 cm. Fokus məsafəsi nə etmiş oldu? F buradan bura keçəndə nə etmiş oldu? Artdı da. İndi gələn şüa sınaraq fokusdan keçəcək. Sizcə hansının sınması daha çoxdur? Öz yolunda meyl etməsi. Əgər 2 bölü getdirsə, deməli 3-də daha böyük olacaq da, az da. Dəqiq olacaq elə. Mən bu qədər izah elədim. Sizcə dəqiq oldu elə. Birinci daha çox sınır da mən. Birincidə sınmaya bax ki, Firuz. Bir də ikincidə sınmaya bax. Hansı daha çox sındı? 1-də. 1-də. Deməli, fokus məsafəsi artdıqca sınma nə edir? Artır. Ay Allah. Azalır. Deməli, sınma ilə fokus necə mütənasibdir? Tərs. Tərs mütənasib asılıdır. Onda belə çıxır ki, optik qüvvə ilə necə mütənasib olacaq? Düz mütənasib asılı olacaq. Yəni, fikrimi izah eləyə bilirəm sizə indi. Aha. Aha. Hə, tərs düşünürdük, müəllim. Allah. Deməli, indi sınması böyük olması üçün optik qüvvəsi nə olmalıdır? Böyük olmalıdır. Cavab olacaq ən çox sındırar hansı? Düz demişik də, niyə söylüyorsunuz? Hə. Nətər? 3-dən 11. Biz məntiq cəhətdən düzüyük də, daha çox sındırar qüvvətinə. Məntiq cəhətdən yaxşı, imtahanda da məntiq cəhətdən keçmir. Hə, düzgünlük əsas cavabın. Mən məntiq cəhətdən bir çox sual həll edə bilirəm. Keçir, niyə keçmir? Belə sual. Mənim bu 29 bizlik dörsən olar keçmir. Mən oxudum, başqa tema gedir orada deyəsən. Əsl sizlik sualdır. Dalğa optikası keçməmişik sizlə. Hə, yatmayın. 7 olmaz abi. Bəli. 6 pi-dir. 6 pi-ni biz lambdaya çevirməliyik. Görək tam ədəd. Biz bilirik ki, baxın uşaqlar, lambda tam ədəd olsa, bu olur maksimum şərti. Yox, lambda onluq kəsr olsa, olur minimumlar şərti. Tam olanda A1 plus A2 yazırıq. Minimum şərt olanda A1 minus A2 yazırıq modulda.
İndi baxaq. 6 pi neçə lambda deməkdir? 3. 3 lambda. Və 3 lambda tam ədəddir. Tamdırsa maksimumdur, maksimumsa toplamalıyam. 2a ilə 5a toplayanda neçə eləyəcək? 7 amplitud. Aydındır? Bəli, bəli. İşte gəldik 30-cu sual. İşıq kvantlarına aid sualdır. Çox sadə bir sualdır. Buyurun. 2 dənə səbətimiz vardı, xatırlayaq. Birini buradan yazaq, birdən buradan. Bəli. Birin A nöqtəsi üçün yazaq, yuxarı nöqtə üçün. A nöqtəsində olan səbətdəki şəmətlərimiz hansılar idi? İ doyma. İ doyma, En. Sagen. ay, bir də Y potensial. Yox. yo. Bir də işığın intensivliyi. Hə. Aha. Çünki doyma cərəyan işlətinin düsturu Q və N-Y böl T-dir. N-Y bölünsün T-dir. Cərəyan işlətini artırmaq istəsən sayı artırmalısan. Sayı artırmaq üçün də işığın intensivliyini artırmalısan. İkinci səviyyətimizdə isə aha, Y kinetik idi, Eşitlik. U ləngidici, sürət, Bunlar asli tezliğine lambda. tezliyi ilə 1 böl lambdadır. Əla. İndi baxın onda bizdən tezliyi soruşursa, bizə uyğun olan kəmiyyət U ilə baxacaq. Deməli tezliyi ilə də U düz mütənasibdir. Onda baxıram ki, U1 böyükdür U2-dən, o da böyükdür U3-dən. Onda belə çıxır ki, N1 böyükdür N2-dən, o da böyükdür N3-dən. Aydındır? Bəli, bəli. İndi bizdən desən ki, Firuz, zərərçilərin sayını müqayisə elə. Onda necə müqayisə edəcəkdir? Onda siz başa saldığınız qayda ilə. Hə, necə? Nə bilim, elə başa saldım qayda. Bu i doyma hamısında bir-birinə nədir? Beraber. İ doyma bərabərsə zərərçilərin sayı bir-birini alacaq. Hamısı bərabər olacaq da. Bərabər. Hamısı bərabər olacaq. 31 qalsın. Əslində 31 çətin bir sual deyil. Saxlama qanununa əsaslanaraq. Keçməmiş, keçək. Hə, keçir, gedir. Şeydir, nədir, atom fizikasına aiddir. Hündürlüyün ən kiçik olması üçün. Bir dəqiqə. Hündürlüyün ən kiçik olan, hansı hissədə suyun qalxma hündürlüyü ən kiçik olar? Kim deyə bilər? Bir dəqiqə. 3 nöqtəsində. 3, Bəli. Birdə mən. Bir də. 1-də. Baxın inşallah mən bunu belə izah edeyim. Biz bilirik ki, Bernoulli qanununda dar hissələrdə sürət nə olur? Yəni sahə kiçik olan hissədə. Çox. Sürət çox. Tutaq ki, burada sürətimiz 100-dür. Bax, bu hissədə sürətimiz olur 60, bu hissədə sürət olub, nə bilim, 20. Bax, 100 ilə gedirsən, qarşıva anidən döngə çıxır. Sizcə buranı dönmək rahatdır, yoxsa 60 ilə gəlib dönmək rahatdır, yoxsa 20 ilə gəlib dönmək rahatdır? Hansına dönmə daha rahat olar sizcə? Hansına dönə bilərik daha doğrusu? ilə dönəndə də sürət az olan. Sürət az olanda, amma sürət çox olanda dönmə olmur. Deməli, qalxma da hündürlüyü nə olacaq? Az olacaq. Deməli, cavabımız 1. Düz demiş. Görsən. Hə, indi görün, bu məntiqlə bunu yaza bilərsən, Firuz. Bir dəqiqə deyəcəm. Çəkləri P olan ki, MN klublar şəklində kimi süs yığılması ağırlıq qüvvəsinin qarşı necə MGH-lıq iş görmək lazımdır. Sən elə ağırlıq vəsinin işini tapdığına, MGH Y potensial deyil. elə eyni şeydir. Ağırlıq vəsinin işi ilə MGH-lə tapılır. İndi bir dəqiqə. Çəkləri P olan şəkildə 3P deyəcəm. Məntiqi və rahat sual uşaqlar. 2. Bu 3-dürsə, bax, sağ tərəfdəki şəkil, çəkləri P-sə deməli minimumi çəkisi 3P-də, düzdür? Bəli. Bunda H-ı verib, Aha. P-də də verib. Bir də Aha. M-dəki çəkləri də eynidir də. M-də eynidir. 5 diyeyim hadi. 5. Bilmirəm, baxacam bir dəqiqə, baxacağım. MGH 3 MGH. Deməli bu bundan daha çox olmalıdır ki, 300-sə. Cavab B variantı 3.5 MGH olacaq. Baxacam inşallah. Hə, 3.5 ya da 3-ün elə özü. Ya, kimin başqa bir dolğun fikri var? Ben A variant diyelim 5 kan. A deyərsən. Başqa fikir olan yoxdur yəqin ki. Yaxşı. Deyil. Gəlin belə, mən bir dənə sizə sual verirəm. Tutaq ki, burada bir cisim var və hündürlüyü 6 metrdir və kütləsi də n bərabər 2 kiloqram. Bunun potensial enerjisi nə qədərdir? Yəni ağırlıq vəsini işi yar. MGH 20 vur 6 120. Xeyr. Xeyr, Firuz.
Belə məsələn hündürlükdə olsaydı Hesablanır. mərkəzdən götürülür. Bəli, mərkəzdən həmişə hesablanır. Yəni yer səthinə qoyulmuş cisimlərin potensial deyəndə ağırlıq mərkəzindən hesablanır. Olacaqdı onda m-imiz 2, y-imiz 10, hündürlüyümüz 3. Yəni 60 kilo. İndi gəlin nədir? Ayda Söhbət burada nədir? Bax K olduğu kimi qalıb yerində. K-la mənim işim yoxdur. Yəni birinci cismi, yəni heç birinci cisim üzərində heç bir iş görməmişəm belə getəndə. Mənə lazımdır ki, deyir ki, şəkildəki kimi üst-üstə yığmalıyam. Üst-üstə yığması üçün eli qaldırmalıyam, K-nın üzərinə qoymalıyam. Yaxşı, hal-hazırda Y potensial 1 nəyə bərabərdir? P vurulsun, hündürlüyümüz h olacaq, h bölünsün 2, düzdürmü? Gətirib bunu bunun üzərinə qoysam, bax burada. İndi buradan baxsam, bura qaldırmaq üçün mən nə qədər hündürlüyə qaldırmalıyam? Nə qədər hündürlüyə qaldırmışam daha doğrusu? P bölü 2 qədər, H bölü 2 qədər. H Yox. plus H bölünsün 2. Bir onda Ayda, beş H olmuş. 1.5 H qədər. Olacaq onda. P vurulsun 1.5 H qədər mən iş görmüşəm. Yəni qaldırmaq üçün bu qədər iş görmüşəm. Yəni hündürlüyü bu qədər olur, düzdürmü? Bu da bizim ikinci haldadır. İkinci halda oldu 1.5 P. Yaxşı, onda mən bu eli bura qaldırması nə qədər iş görmüş oldum? A bərabərdir. 1.5 P çıxılsın 0.5 P. Nə qədər elədi bu? 1 P. İndi gəlin neynə? Üçüncü. M qaldırmalıyam bura. Hal-hazırda M-də də yenə nə qədər olacaq? P vurulsun H bölünsün 2 olacaq. Hal-hazır ki, mərkəzdən baxsam. Bəli. Y1 bərabərdir. PH bölünsün 2. Qaldırıb yuxarı qoysam, burada hündürlüyü nə qədər olacaq bəs? 2.5. 2.5 H. Onda A bərabər olacaq. 2.5 P çıxılsın 0.5 P. Elədinmi bizdə 2 P? Əvvəlcə 1 joule burada iş görmüş oldum. 2 joule da burada. Ümumi nə qədər iş görmüş oldum mən? 3. 3. Aydındır. İndi joule-la deyəcək. Nə MGH ilə işarə ediblər. Yəni Onda 5 dən yandırmışam Quranandır. haysa. Aydın oldu. Yəni bu sual biraz əslində bu formada sizə düşməz. Amma məsələn də normalda tutaq ki, bu sual düşə bilər sizə. Məsələn bu cisimdir. Bunu buradan bura qaldırmaq üçün nə qədər iş görmək lazımdır? Və biz də demişdik ki, MGH qədər iş görürük. Yəni cismi buradan götürsən, bura qaldırırsan. Həmin sualdır sadəcə burada da. Həmin sualdır. Dəyişən bir şey yoxdur. Davam edirik 34-cü sualla. Deyir ki, hərəkət istiqamət neçə dəfə dəyişir? Bu şifahi sual uşaqlar. Cavabları sizdən alın. 2. 2 dəfə deyirsə. Bitsə dəqiqə. 1, 2, 3. O Firuzən nə sayısın o qədər? Həlim bitsə Onu dəqiqə. görüb qrafiklə çevirmək lazımdır. Ehtiyac yatı şəmsiyə. 3 2 variant. dəfə. 2 dəfə deyənlərimiz var. Baxın, bu X-də ən rahatdır. Yəni çevirməyə falan ehtiyac yoxdur. X o hara yönəlir, yuxarı yönəlir, düzdürmü? Bax, cisimdə X ox istiqamətə gedir. X ox istiqamətində, X ox istiqamətində, X ox istiqamətində. Gəldi bu nöqtədə neyə də cisim? Yeniləşdi. Sıfır. 0 oldu. Çünki artıq zaman keçsə də belə hərəkət yoxdur. X yerini dəyişmir. Burada dayandı. Bax, əvvəldən X də yuxarı idi, cisim də yuxarı gedir. İndi bu nöqtəyə çatanda, A nöqtəsinə çatanda, başladı hansı tərəfə getməyə? X-in əksinə. A nöqtəsində başladı əksə getməyə. Deməli, istiqamətini bir dəfə burada dəyişdi. Gəldik. Burada yenə, indi başladı B nöqtəsində bu istiqamətə gedir, X-ox istiqamətə getməyə. Əvvəldən X-in əksinə gedirdi, indi X-ox istiqamətinə gedir. Deməli, neçə dəfə istiqamətini dəyişmiş oldu? Bir A nöqtəsində, bir də B nöqtəsində, 2 dəfə. Və biz bilirik ki, X-T-də istiqamət dəyişməsi tapmaq üçün dönmə nöqtələrinə baxmaq lazımdır. Dönmə nöqtəsi. Cavab olacaq bizdə C variantı 2. Davam eləyək 35-ci sualla. Bax, 35 sizdə nətər düşürdü? Bu 10 yox idi, çubuq düşürdü. İndi əlavə üzərinə bir dənə 10 da qoyub. Məntiqimizi işə salaq işləyək də bunda. Eyni qayda ilə. Bir dəqiqə biz baxaq. 5 yazılır. Olar. Bir dəqiqə vaxt vereyim.
Yaza bilməsə deyəsiz bir yerdə baxaq. Hazır mı? Hazır. Cavabını aldın baxın. D variantı aldım. D variantı. Düzdür, D var. Mən də D variantı. Əla. Bu tip məsələlərdə biz bilirik ki, dayağı buradan yox eləmək lazımdır. Birini götürmək lazımdır. Məsələn, bu dayağı götürürəm, tutaq ki, bu dayaq yoxdur. Bunun əvəzinə reaksiya qüvvəsini göstərirəm ki, yuxarıdır. Düzdürmü? İndi gəlin belə. Özəl reaksiya qüvvəsi hansıdır? Bu N nöqtəsi içindir. N nöqtəsinin reaksiya qüvvəsi. İndi bu dayaq olmayandan sonra baxıram ki, buradan bir 40 var, bir də 10 Newton bax buradan var. İndi baxın. Bu hansı tərəfə fırlamaq istəyir? Saat əqrəbinin istiqamətində. Bəs 40 Newtonluq qüvvə hara fırlamaq istəyir? O da saat əqrəbi istiqamətində. Amma bu N reaksiya qüvvəsini necə fırlamaq istəyir? Saatın Əksinə. əksi istiqamətində. Onda belə çıxış. Bunların momentləri bir-birinə nə olmalıdır? Bərabər. Yazıram. N nöqtəsi üçün reaksiya qüvvəsi. Baxıram dayaqdan olan məsafə. Dayaq buradadır. 1, 2, 3, 4, 5, 6. Bərabərdir. 10 Newtonluq qüvvənin qolu nə qədərdir? 2 1, onda 2. götürür. Necə? Onun yarısını götürür. Təm mərkəzdən. Ağırlıq qüvvəsini çəkirsən, ağırlıq qüvvəsi hara düşürsə, bax oradan. Yəni biz bilirik ki, 10 Newtonla cismin ağırlıq mərkəzi buradadır. Buradan çəkdiyi aşağı. İndi bax bu mərkəzdən də biz fırlama nöqtəsindən baxıram ki, buradan bura qədər olan damamız oldu 2 dama. Onda 20, üstə gəlinsin. 40 Newtonluğun qoluna qədərdir. 1, 2, 3, 4. 4 vur 40 nə qədər eləyir? 160. Onda N nöqtəsi üçün. Bunlar eləyir bizdə neçə? 180 bölünsün 6 neçə eləyəcək? 30 Newton eləyirmi? Aha. 30 Newton. İndi baxın. Aşağı 40 var, bir dənə də aşağı 10 var. Aşağı nə qədər oldu ümumi? 50 aşağı. 50. Bura 30'dursa, burada olacaq 20. neçə Newton? 20. 20. Bunu cavab olacaq 3'dəki tam doğru. Əla. 36. Bir 180 metr hündürlükdən sərbəst düşən cismin 55 metr hündürlükdə olduğu zaman sürəti nə qədər olar? Çox sadə bir sual uşaqlar. Şifahi də yazmaq olar bunu. Bunun hansı qayda nə qədərdir? 5-15. 5-15 qaydası ilə. Baxaq. 5, 15, 25, 35, bir dənə 45, birini də artıraq. Olsun 55. 180 tamamlanır da belə də. İndi baxın. Başlanğıcda sürətimiz 0'dır. 1 saniyədən sonra sürət neçə olur? Yəni 5 metrdən sonra sürət neçə olur? 10. 10. Sonra 20 belə. 20. 30. aha 30, sonra 40, 55'e 50. satan anda neçə oldu? 50. 50. Yəni yerdən 55 metr hündürlükdə bu cismin sürəti neçə oldu? 50 metr böl saniyə. Ən rahat budur. Burada da 1, 2, 3, 4, 5, 6 zamanlarımız. Gəldik 37-ci məsələ. Yenə nisbi sürətlə bağlı olan bir məsələdir. Bax, yenə də vurğulan nisbi sürətlə bağlı olan bir məsələdir. Görüş məsələləri. Görüşmə məsələsi tapmaq üçün əvvəlcə nisbi sürəti tapırıq. Sonra isə məsafəyə bölürük. Onda nisbi sürət nə qədər olacaq burada? Bax, diqqətli olun. 14. Hə, bax, çaşırsınız da burada. A nöqtəsində olan cisim hansı istiqamət hərəkət edir? Saat əqrəbi üçün, düzdürmü? Hə, o biri də saat əqrəbi istiqamətində. Bu da gedir. saat əqrəbi istiqamətindədir. Elə bil ki, belə eləyin də. A və B-dən kəsin bu ipi. Kəsdim. İndi A nöqtəsi bura, B nöqtəsi də bura. A nöqtəsindəki cisim məsələn sağa gedirsə 6 ilə, B-dəki də sağa gedəcəkmi 8 ilə? Eyni istiqamətlidə bunlar, düzdürmü? Hər ikisi saat əqrəbi istiqamətində hərəkət edir. Yaxşı, bunlar arasında məsafə balıqla nə qədər olacaq? Kim deyə bilər? 14. Ümumi uzunluq olsaydı el bərabərdə 2 piyer olardı. Bunlar arasındakı məsafə onun yarısında piyer bölünsün, 2 piyer bölünsün 2, yəni piyer qədər. Onda piyimiz 3, erimiz 20.
7. Bəli, 21. Deməli bizim məsafəmiz oldu 20. Deməli bunlar arasında məsafə 21 metrdir. Nisbi sürətimiz isə bizim oldu 6 ilə 8 eni istiqamət olduğuna görə 2 metr bölünsün saniyə. Yaxşı, bu zaman bunlar arasında qalan görüşmə məsələsini tapmaq üçün, zaman tapmaq üçün S bölünsün V üstünə istifadə edəcəm. Olacaq onda 21 bölünsün 2 cavab edəcək 10.5 saniyə. Aha. Davam edirik. Saatçısına bir nüksdən qısa maksimal qalxma hündürlüyünü tapaq. 38, bax, yaza biləcəyiniz bir sual tipidir. Bundan son zamanlar çox işləyirik. Baxın, yerdən atılır cisim 10 metr böl saniyə sürətlə. Əslində müqavimət qüvvəsi olmasaydı, 10 metr böl saniyə sürətlə atılmış cisim neçə saniyə qalxmalıdır? 1 saniyə. Və nə qədər qalxmalıdır? 5 metr. Razılaşırsınız mənlə? Bəli. 5-15 söhbətinə görə yoxsa? Hə, 5-15 söhbətinə görə əslində ondan atılan cisim 1 saniyə hərəkətdə olur və 1 saniyə 5 metr yol qalxır. İndi burada bir başqa məsələ var da. Müqavimət qüvvəsi var. Yəni burada ümumi sürtünmə qüvvəsi var. Onda biz nə edəcəyik? Başlanğıc kinetik enerji ilə son potensial enerji bir-birinə nə olmalıdır əslində? Bərabər. Bərabər. Gəlin görək bunlar arasında fərq nə qədər olacaq? Ümumiyyətlə belə deyək də. Məsələn, burada tutaq ki, bu enerjimiz, kinetik enerjimiz 100 jouldusa, potensial da 100 olmalıdır. Amma sürtünmə olan vaxtda bu 100 olmur. Burada olur nə qədər? Təxminən olur 80 joule. Onda müqavimət qüvvəsi işi nə qədər olur burada? Bax, 100 ilə 60-am, yuxarı çatanda 100 olmalıdır, olub 80. Nə qədər müqavimət qüvvəsi iş görür? 20 müqavimət 20. Aysa, müqavimət mənfi 20 joule iş görür. Onda gəl belə eləyək. Onda mən müqavimət qüvvəsi işini tapmaq üçün, müqavimətin işini tapmaq üçün nə edəcəm? Kinetikdən çıxacam nəyi? Potensialı. Əla. Gəlin kinetik enerjini tapaq. Kinetik enerjimiz nə qədərdir bizim? M-imiz 0.1-dir. 0.1. Aha, vurulsun V-nin kvadratı 100. Bölsün 2. Bölünsün 2. Elədir bizdə 5. 5. 5 eləyir də, 5. Burada bərabər yazmalı deyil. Əslində bu elədir 5. Çıxılsın MGH ilə də potensial tapaq. 0.1 vur 10 vur H. Neçə eləyir bu? 1. Elə H eləyirmi? H. Bərabərdir müqavimət qüvvəsi işinə. Yəni F müqavimət vurulsun H-a. 20-yə. F müqavimət yox. Mən o məhdələn demişdim ha, Firuz. F müqavimət vurulsun H-a. Yaxşı, indi bu tənlikdən 5 çıxılsın H. Müqavimət qüvvəsi neçədir? Mənfi 20 tap 1. Mənfi 1, mən 20-ni elə belə özümdən nümunə göstərmişdim. H, onda 2H bərabərdir 5-ə. H olacaq nə qədər? 5-ə. 2.5 metrə. Bir də izah edeyim inşallah. Bax, yenə deyirəm. Normalda müqavimət qüvvəsi olmasa, kinetik enerji, potensial enerji bərabər olmalıdır. Biz baxırıq ki, müqavimət qüvvəsi olanda bu enerji heç vaxt bir-birinə bərabər ola bilməz. Yaxşı, bunlar arasında fərq nəyə bərabərdir? Müqavimət qüvvəsinin gördüyü işə. Ona baxıram ki, müqavimət bərabərdir, kinetik çıxılsın potensial. Kinetik 5, potensial isə H-a bərabər oldu. Bu da bərabərdir F müqavimət qüvvəsi vurulsun. Yəni Fs düsturundan F vur H yaz. F-i də 1 verəndən sonra 2H bərabərdir. 5-ə, H da bərabər oldu 2.5-ə. 39. Ampermetrin göstərişi tam dövrə. Tam dövrdə cərəyan şəklinin üstünə tən idi. Epsilon bölünsün R silahsız. Epsilon bölünsün R plus R. Epsilonumuz neçədir bizim? Yəni müqavimət gərginliyimiz. Burada EHG olmalıdır əslində. Sadəcə 60. vahidinə baxıb deyə bilirsiniz. 60 bölünsün. İndi gəlin xarici müqavimət tapaq. Bu 2 qoydusun yerində. Gəldi cərəyan çatdı bura. Bir hissə buradan keçdi, bir hissə buradan. Onda 4 ilə 8 bir-birinə necə birləşib? Ardıcıl. Ardılıqsa eləyir 12, düzdürmü? 4 ilə 8. Elədi 12. 12 ilə 6 bir-birinə paralel birləşib. Olacaq onda 12 vur 6 bölünsün 12 plus 6. Neçə eləyir? 4 eləyir 72 bölünsün 18. Bəli. Bu 4 ilə də bu 2 bir-birinə necə birləşib? Ardıcıl. Onda bu da elədi bizdə 6. Və deyir ki, daxili müqavimət nəzərə alma 0. Yəni 60 bölünsün 6 neçə eləyəcək? 10. Demək, cavabımız olacaq 10 amper. Gəlirəm 40-cı məsələ.
şəkildəki riyazi hesablama. Ümumiyyətlə bu güzgüdə xəyal qurmaqla bağlıdır. Biz demişik ki, güzgü həmişə simmetrik olmalıdır, düzdürmü? Yəni güzgü simmetri yoxdur. Onda bu şəkli tam tərsini qursan. Olacaqmı bizdə belə? 50 çıxılsın neçə? Yoxsa 50 olmayacaq. 50 olur da. 50 çıxılsın 21. Ha 21 olar. Bəli. İstəsəz məsələn bax bu dəqiqə elə əlinizdə bir dənə güzgü varsa qoyub yoxlaya bilərsiniz. Elədi neçə? 29. Yox 29. Hə, 29. Müəllim, Tamam, bəs, Mən sındıraram. bəs 40 dənə Hə, deyil. elə saxlayıram dərsi burada. Əslində 10 dənə sualımız qaldı. Saxlayıram inşallah. Başqa bir vaxtda indi olacaq. Bu dərslərimiz tez-tez olacaq inşallah. Asıldan belə dərsə qoşacağam. Şimdi bu günlərin biraz plansız oldu. Əvvəldən danışmamışdıq vaxtı. Amma inşallah çalışdığım qədər əvvəlcədən danışıb belə vaxt təyin edib dərsə qoşacağam sizə. Belə uşaqlar. Özünüzdən müğayət olun. Uğurlar sizə. Sağ olun. Sağ olun.